İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən ölkələrin ərazi bütövlüyünü müdafiə edir, o öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir. Hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədi ilə ondan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə sizin parlament hətta qondarma Dağlıq Qarabağı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi, lakin bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik. Axı, siz çox ağır sözlərdən istifadə etdiniz. Bilirsiniz, ağır sözlərdən istifadəni mən başlamamışam. İstəyirəm tam əmin olasınız. Azərbaycanın atdığı addımlar yalnız cavab idi.